Bu ne dertli adam idi. Bu ne qəmli üz. Piştaxtaya yaxınlaşıb dedi 50 söz. Barmen süzdü, adam içdi, dedi 50'dir. İçdikcə rəngi dəyişdi, 100 qramlıq bu təsəllidən. Yenə içdi, yenə rəngi açıldı biraz və barmenə pıçıldayıb dedi, borca yaz. Lap yavaşca pıçıldadı, lap qulağına. Barmen yazdı dəftərinin bir qırağına. Adam getdi, barmen baxdı onun dalınca. Bir vaxt ona dərs demişdi bu gedən qoca. Yox, nə qoca, 40 ya 45 olardı yaşı. Vaxtından tez ağarmışdı, ağıllı başı. Onu sevən qızlar vardı, qəşəngdən qəşəng. Gec evləndi, tez ayrıldı, indi təkdir, tək. Ayrılmağa səbəb nə idi, bilmədi heç kəs. Öz dərdini öz çəkdi, dinməz, söyləməz. Arvadı da getdi ərə, unutdu onu. Yad öpüşlə tamamlandı bu filmin sonu. Sən ey hesab müəllimi, bu nə sirrmiş. Biri birə vuranda da cavab biriymiş. Ey ən çətin misalları həll edən adam, baş açmadın adi sevgi haqq hesabından. Barmen hər gün öz-özünə hey danışır müəllimi ilə. Gah dalaşır, gah barışır müəllimi ilə. Gah yazığı gəlir ona, gah hirsi tutur. Belə tali barmeni də hərdən qorxudur. Yavaş-yavaş ağlasa da 30 yaşını, ata bilmir subaylıq hələ daşını. Müəllimin bura ayaq açdığı gündən bilmir necə can qutarsın müəllimindən. Hərdən onun qədəhini araq süzəndə əli ilə titriyir ki, qorxur özündən. Gündən günə lap tükənir səbri, dözümü, bilmir on zəhərləsin